Vergi məcəlləsinə edilən son dəyişikliklərdən sonra fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin necə tərtib olunması bugünkü mövzumuzdur. Fiziki şəxslərin gəlir vergisi tərtib olunarkən illik gəlir və xərclər nəzərə alınmaqla yanaşı, həm də əlavə birdə bəzi detallar da vergi orqanına göndərilən hesabatda göstərilməlidir. Hətta deyərdim ki, gəlir və xərclərdən daha çox əlavə birdə göstərilən debitor borclar, pul vəsaitləri, həmçinin alınmış avans kimi önəmli məqamlar var ki, fiziki şəxslər üçün əlavə kameral uyğunsuzluğa görə hesablamalarla nəticələnə bilir. İndi isə hesabatın tərtibi üçün bəyannamələr bölməsindən yeni bəyannamə seçirik və gəlir vergisini seçib 2025-ci il üzrə və cari olaraq seçib davam edirik. Hesabat açıldıqdan sonra ümumi məlumat hissəsində bizim doldurulmalı olduğumuz iki hissə var. Əsas hissədir ki, vergi orqanına təqdim edilən digər bəyannamələrdə bu hissələrə rast gəlmirsiniz. Ümumiyyətlə, illik bəyannamə, gəlir və yaxud da mənfəət vergisi bəyannaməsi təqdim edilərkən sahibkarlıq subyektinin meyarının müəyyən olunması önəmlidir və həmçinin gəlir və xərclərin uçotu metodu, kassa yoxsa hesablama metodu ilə tətbiq olunması burada vacibdir. Sahibkarlıq subyektinin meyarları mikro, kiçik, orta, iri olaraq 4 cür təsnifləşdirilir. Burada mikro, kiçik, orta, iridə illik gəlir və işçi sayının önəmli olması vacibdir. Mikro sahibkarlıq subyektləri illik dövriyyəsi, illik gəliri 200 minə qədər, yəni il ərzində təqdim etdiyi mallar, iş və xidmətlərin həcmi 200 minə qədər, işçi sayı isə 1-10 nəfər arası olanlar, İşçi sayı 11-50 və dövriyyəsi 200 min 3 milyon arası olanlar kiçik, 3 milyon 30 milyon arası illik gəliri və işçi sayı 51-250-yə qədər olanlar orta və 250-dən çox işçi sayı, həmçinin 30 milyondan çox dövriyyəsi olanlar isə artıq iri sahibkarlıq subyektidir. Sahibkarlıq subyektinin seçilməsi güzəştlərin tətbiq olunmasına görə önəmlidir. Çünki mikro və kiçik sahibkarlıq subyektlərinə qarşı vergi məcəlləsində çox önəmli güzəştlər nəzərdə tutulmuşdur. Bundan başqa uçot metodunun kassa və hesablama olaraq seçilməsi, bu seçim şansı yalnız mikro sahibkarlıq subyektlərində var. Kiçik, orta, iri sahibkarlıq subyektləri isə mütləq olaraq hesablama metodu ilə hesabatlarını təqdim etməlidir. Yalnız mikro sahibkarlıq subyektləri kassa və hesablama metodu arasında seçim edə bilərlər. Hesablama metodunu onlar göndərdikləri, təqdim etdikləri qaymələrə əsasən formalaşdığı dövriyyədən, həmçinin xərcləri də onlara daxil olan qaymələrdən və yaxud hesablanan əmək haqqı və sosial haqlardan, amma kassa metodu ilə təqdim edərkən sırf pul vəsaitlərinin daxil olması və ödənilməsinə əsasən təqdim edirlər. Lakin kassa metodu ilə hesabat təqdim olunarkən önəmli olan hissə əlavə birdə debitor borclarının düzgün əks olunmasıdır. Bəzən dövriyyə 150 min olduğu halda onun 100 min ödənilmiş olursa, demək ki, burada 50 min vəsait hələ də alınmamış sayılır. O hissənin debitor borclarda, sair debitor borclarında ilin sonuna qalıq kimi göstərilməsi önəmlidir. Göstərilmədiyi halda və kameral uyğunsuzluq gələn halda cavablandırılmadığı halda vergi orqanı həmin 50 mini daxil olmuş məbləğ kimi nəzərə alaraq həmin 50 minə qarşı da vergi hesablaması aparır. Ümumi məlumat hissəsində mikro və tutaq ki, hesablama metodu ilə biz hesabatımızı təqdim etmək istəyirik. O zaman verginin hesablanması hissəsinə keçid edirik. Burada 3 hissə var. İlk hissədə gəlirlər hissəsi, ikinci hissədə həmin o gəlirlərin əldə olunması ilə bağlı xərclər, üçüncü hissədə isə artıq vergiyə cəlb olunan gəlir və bizim orada gəlir vergisinin dərəcəsi və vergi faizi əks olunur. Həmçinin əgər fiziki şəxs gəlir vergisi ilə bağlı hansısa bir güzəştləri əldə edirsə, o zaman həmin güzəştləri də əlavə 3-də qeyd edir və əlavə 3-də qeyd edilən məlumatlar verginin hesablanması hissəsində hissə 3-də öz əksini tapır. Biz burada Excel üzərindən hərəkət edək və gəlir vergisi bəyannaməsinin hissələrini Excel cədvəldə hazırlayaq və ondan sonra bu hissələri gəlir vergisi bəyannaməsinə
vergi portalında köçürək. Tutaq ki, illik gəlirimiz 150 min manat olub, o zaman 150 min manatı qeyd edirik və 150 min manatlıq qaymə təqdim olunmuşdursa, bu bizim həm də debitor borcumuzda daxil olmuşdur hissəsində qeyd olunacaq. Gəlir formalaşarkən bizim bunun müqabilində pul almaq kimi aktivimiz formalaşır. Ona görə də o hissəni debitor borcda əks etdiririk. Ondan sonra xərclər hissəsinə keçirik. Əgər fiziki şəxs ancaq özü tək olaraq fəaliyyət göstərsə və onun gəliri ancaq özünün tək olaraq təqdim etdiyi xidmətdən formalaşırsa, o bu zaman sığorta haqqları ödəyir və təbii ki, sığorta haqqları məcburi dövlət sosial sığorta haqqında qanununa əsasən minimum əmək haqqına nisbətdə 25 və 50% uyğun olaraq ödənilir. Əgər fiziki şəxs tikinti sahəsində xidmət göstərsə və Bakı şəhərində xidmət göstərsə, o minimum əmək haqqına nisbətdə 50%, yəni 2025-ci il üçün 400 manatın 50%-i 200 manat aylıq olaraq sosial haqq ödəyir. Yox, əgər tikintidən qeyri sahədədirsə, digər sahələr üçün minimum əmək haqqının 25% nisbətində sosial haqq ödəyir. Hansı ayda fəaliyyəti varsa, həmin ay üçün sosial haqqı büdcəyə ödəyir və rüblük olaraq vahid bəyannaməni vergi orqanına təqdim edir ki, orada onun məlumatları əks olunur. Sosial haqqlar həm də məcburi dövlət sosial sığorta haqqından başqa icbari tibbi sığortanı da əhatə edir və icbari tibbi sığorta artıq minimum əmək haqqının 4% miqdarında standart olaraq bütün fərdi sahibkarlar üçün eyni məbləğ aylıq olaraq 16 manat təşkil edir. Və gəliri qeyd etdikdən sonra tutaq ki, bu 150 min gəlir bizim 12 ayın 12-sində də təqdim edilən xidmətlərə əsasən formalaşıb və bizim aylıq ödədiyimiz sosial haqq 100 manat və 16 manatdan ibarət olub. O deməkdir ki, biz həmin bu 116 manat aylıq ödəmişiksə və onu 12-yə də vururuq. Bizim üçün 12 aylıq sosial öhdəlik bundan ibarət olub və 12 aylıq bizim 1392 manat xərcimiz formalaşıb. Bundan başqa bizim bank xidmətlərimiz ola bilər. Həmçinin fərdi sahibkarlarda nağdlaşdırma edərkən 1% sadələşdirilmiş vergi tutulmaları var ki, onlar da müvafiq olaraq bu hissələrdə əks olunur. Amma sosial sığorta haqqlarını 1392 manat yazan zaman gəlib digər öhdəliklərdə də daxil olmadan 1392 manatı əks etdiririk. Çünki mühasibat uçotu hər bir rəqəmin iki yerdə əks olunmasına əsaslanır. Ona görə qeyd edilən hər bir rəqəmi mütləq olaraq iki hissədə qeyd edirik ki, əlavə 1-də bizim üçün aktivlərin cəmi kapital və öhdəliklərin cəminə bərabər olsun. Debitor borclar. Biz gəlir və xərcləri qeyd elədik, amma bank xidməti nağdlaşdırmanı artıq biz bankdan əldə olunan çıxarışlara əsasən ayırırıq və oradan il ərzində bizdən tutulan bank xidməti və nağdlaşdırma üzrə 1% sadələşdirilmiş vergi məbləğlərini qeyd edirik. Debitor borcu 150 min olmuş, tutaq ki, bunun 120 min manat hissəsi daxil olmuşdur və ilin sonuna bizim 30 min alacağımız qalıb. O zaman onu bu şəkildə 120 mini təqdim edilmiş və ilin sonuna qalıq olaraq 30 mini göstəririk və həmin o 120 mini biz pul vəsaitlərinin daxil olmasında əks etdiririk. Pul vəsaitlərinə 120 min daxil olmuş və ilin sonuna pul vəsaitlərinin qalığını artıq bank çıxarışından əldə edirik. Və fərz edək ki, 120 min manatdan 250 manat biz bank xidməti ödəmişik və müəyyən qədər vəsaitlərin nağdlaşdırılması üçün tutaq ki, 500 manat da nağdlaşdırma üçün vəsait ödəmişik. O zaman xərc olaraq da 250 manat və 500 manatı nağdlaşdırma hissəsində əks etdiririk. Və bizim bank çıxarışında baxırıq ki, qalan hissəni əgər bizim fərdi sahibkarın özündən məxsus xərcləri və yaxud da nağdlaşdırılan məbləğlər əks etdirirsə, artıq o hissələrdə pul vəsaitlərindən azaldırıq. Lakin bundan əvvəl biz burada öz xalis gəlirimizi hesablayırıq. Bu zaman gəlirdən xərclərimizin cəmini çıxırıq və burada gəlirimiz xalis olaraq gəlir və xərcin fərqini göstərir ki, gəlir vergisi də həmin o məbləğdən hesablanır. Təbii ki, bizim burada əgər vergi güzəştimiz yoxdursa. İndi isə həmin o vergi güzəştləri barədə
məlumatlara toxunaq. 147 min bizim gəlirimiz olmuş və bundan əslində 20% gəlir vergisi sahibkarlıq fəaliyyəti üzrə hesablanılır və büdcəyə ödənilir. Lakin bizim burada iki güzəşt istifadə haqqımız var, əgər ki biz qeyd olunan şərtlərə əməl ediriksə. 102.1.30 maddəsi vergi məcəlləsində var ki, 2024-cü ildən 102.1.30 maddəsinə əsasən mikro sahibkarlıq subyektlərinin işçi sayı 3-ə qədər, yəni 3 nəfər olarsa minimum və həmçinin sosial haqlar üzrə büdcəyə borcu olmazsa, yəni gəlir vergisi bəyannaməsi təqdim edilərkən büdcəyə sosial sığorta haqqı üzrə borc yoxdursa, o zaman gəlirdən xalis ki, gəliri olur, onun 75% qədər azaltmaq haqqı var ki, yəni qalan 25%-dən artıq vergini hesablayır. Lakin 25-ci ildən vergi məcəlləsinə bu maddəyə düzəliş olundu və bu maddəyə düzəliş olarkən bəzi fəaliyyət sahələri əlavə olundu və 102.1.30 maddəsinə əlavə olaraq bir maddəsi də əlavə olundu ki, əgər aşağıdakı fəaliyyət sahələrində fəaliyyət göstərən fiziki şəxslər varsa və onların illik dövriyyəsi 45 min manata qədər olarsa, o zaman onlar üçün işçi tələbi və həmin o sosial sığorta haqqı üzrə borcun olmaması tələbi olmur. Yalnız 45 min və burada göstərilən fəaliyyət növləri ilə məşğul olursa, o zaman o 75% güzəşti istifadə edə bilir. 75% güzəşti də daxil etdi. İndi təbii ki, burada 75% güzəşti 150 min dövriyyəsi olan şəxs tətbiq etmək üçün bunun burada əmək haqqı xərcləri və sosial xərcləri də var. Gəlin bunları da bura əlavə edək. Tutaq ki, burada əmək haqqı xərcləri 53 min manat olmuş və 53 minə müvafiq olaraq da 7800 təxminən onun işçilərə görə sosial haqları formalaşmışdı. O zaman o hər ikisini biz xərclərə əlavə edirik və gəlib digər öhdəliklərdə də biz 53 min və 7800 manat məbləği əks etdirmiş oluruq. İlk olaraq gəlir və xərcləri əks etdirdik və bizim burada artıq istifadə edəcəyimiz, fərdi sahibkarın istifadə edəcəyi məbləğ artıq vergilər çıxıldıqdan sonra 82.705 manat olaraq qalır. Yəni 119 min bank hesabından 82 min manat pulu özü rahat şəkildə istifadə edə bilər. Düzdür, bəzən təcrübədə rastlaşdığımız o olur ki, bankdan daha çox pul nağdlaşdırılır və yaxud da bankdan daha çox pul götürülür və o zaman vergi və yaxud da sosial öhdəliklərin fərdi sahibkarın öz şəxsi kartından ödənilməsi halları da baş verir. Və indi biz həmin pulu, tutaq ki, pul vəsaitlərindən 50 min nağdlaşdırma baş verib və bu 50 mini pul vəsaitlərindən çıxıb, həmçinin bölüşdürülməmiş mənfəət fiziki şəxslərdə isə bu əlavə bir də gəlir kimi görünür və gəlir məbləğində 50 min manat göstəririk ki, həmin o 50 manatı fərdi sahibkar bankdan özü üçün, öz istifadəsi üçün nağdlaşdırmışdır. 53 min əmək haqqı və sosial sığorta haqları 7800 manat olub və biz orada bu hissəni bu şəkildə göstərmişik. Amma 53 min manat hesablanmış əmək haqqı olduğuna görə fərz eləyək ki, oradan 48 min ödənilməli olan əmək haqqı olub və fərdi sahibkar həmin o 48 mini də tamam işçilərinə ödəyib. 48 mini ödəyirsə və gəlib digər öhdəliklərdə də həmin o 48 min manatı əks etdirir. Və yerdə qalan hissə 14.192 manat sosial haqlar, hansı ki, həm işçidən tutulan, həm işə götürənin hesabladığı, həm də fərdi sahibkarın özünə görə hesaplanan sosial haqlardır və il ərzində fərz eləyək ki, onları da ödəyib və büdcəyə ilin sonuna heç bir borcu qalmayıb, o zaman 14.192 manatı da ödənilmiş kimi göstəririk. Yox, əgər ki, həmin o hissələrdən, məsələn, dekabr ayının əmək haqqısı və yaxud da dekabr üzrə sosial haqların ödənişi yanvar ayına keçirsə,
öhdəliklər hissədə yalnız ödənilmiş hissəni əks etdiririk və ilin sonuna həmin o qalıq yanvarda ödənilən həm əmək haqqı, həm də sosial haqq hissələrini borc olaraq saxlayırıq ki, bunları biz növbəti ildə yerinə yetirmiş sayılırıq. Və bundan sonra artıq digər hissələri yoxlayırıq. Pul vəsaitlərin qalığını bank çıxarışında ilin sonuna, dövrün sonuna qalıqla yoxlayırıq. Və orada ola bilər başqa, yəni bir ödəmələrimiz varsa, oradan həmin hissələri də azaltma eləyərək müvafiq xanalara yazırıq. Yəni bu şəkildə yazırıq. Və bizim qalır bir dənə balansın formalaşması üçün gəlir hissəmiz və gəlir hissəsi də bizim üçün gəlirdən həmin o verginin fərqi olur ki, 82.705 manat, hansı ki bizim istifadə edəcəyimiz məbləğdir. Bəzən gəlir hissə daxil olmada fərdi sahibkar il ərzində təqdim etdiyi qaymənin ümumi məbləğini göstərir. Bu isə gəlir olaraq ona xalis qalan xərclər və vergi çıxılandan sonra qalan hissənin rəqəmi olmalıdır. Və bizim burada vergi hissəsi də var ki, gəlir vergisi və onu isə vergi öhdəliklərində biz əks etdiririk. Və yaranan hissədə 4352.90 olaraq əks etdiririk. Bu isə bizim balansımızı aktiv və kapital öhdəliklərin bərabərləşməsinə səbəb olur. Və ola bilər ki, gəlir vergisindən də ödənilmiş hissə varsa, o zaman onu da pul vəsaitlərinin məxaric hissəsində və həmçinin verginin ödənilmə hissəsində. Məsələn, vergidən tutaq ki, biz 3000 manat hissəni ödəmişik il ərzində, o zaman orada da həmin o ödənilmiş hissəni qeyd edirik. Bundan başqa bir vergi güzəşti də var ki, son ildə onun tətbiq olunmasına çox az hallarda rast gəlinir, amma fiziki şəxslər həmin güzəşti rahat şəkildə istifadə edə bilərlər. Bu isə vergi məcəlləsinin 152-ci 3 maddəsinə əsaslanır ki, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərən yalnız mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar şəxsən özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25% qədər vergidən azaltma hüququna malikdir. Yəni onların gəlir vergisi 4352 manat 90 qəpik olanda əgər özünə görə, məsələn biz burada qeyd eləmişdik 100 manat onun hər ay özünə görə olan sosial sığorta haqqıdır. Ta ki fərdi sahibkar 12 ay üzrə də vaxtında ödəyibsə, bu 1200 manat eləyir və bunun 25% isə artıq 300 manat eləyir. Və onun büdcəyə olan gəlir vergisi üzrə borcu 4352.90 yox, 300 manat azaldılaraq 4052.90 manat olur və həmin 300 manat artıq onun öz gəlirində öz əksini tapır və vergi öhdəliklərindən həmin o 300 manatı biz azaltmış oluruq. İndi isə bu hissələri hesabata köçürək. Bizim gəlirimiz əgər ki, xidmətlərin təqdim edilməsindən formalaşıbsa, onu işlərin görülməsi və xidmətlərin göstərilməsindən olan hissəyə qeyd edirik. Onu da nəzərə çatdırım ki, fərdi sahibkarların əldə etdikləri gəlir sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olaraq bölünür. Gəlir vergisində hansı xanaya yazmağınız önəmlidir. Təbii ki, fərdi sahibkar əgər öz hansısa xidmətini təqdim edirsə, bu zaman o onun üçün sahibkarlıq fəaliyyəti sayılır. Amma fərdi sahibkar özündən məxsus hansısa bir daşınan daşınmaz əmlakı icarəyə verirsə və yaxud da dividenddən gəlir əldə edirsə və yaxud da faiz gəliri varsa, o zaman onlar qeyri-sahibkarlıq fəaliyyəti sayılır və müvafiq xanalarda göstərilir. Bizim bugünkü mövzumuz isə fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən olan gəliridir. 150 mini qeyd etdik və artıq keçib xərcləri hissə 2-də göstəririk. Əgər bizim işçilər yerli işçilərdirsə, o zaman əmək haqqını həmin o sətirdə yazırıq. Yox, ola bilər ki, bizim işçilərin bir hissəsi əcnəbi işçilər olsun, o zaman əmək haqqının əcnəbi işçilərə aid olan hissəsini orada göstəririk. Və sığorta haqları 9192 olaraq ümumi həm işçilər üçün hesablanmış və əmək haqlarından tutulan, həmçinin fərdi sahibkarın özü üçün ödədiyi sosial sığorta haqlarını bu hissədə əks etdiririk. Bank xidməti olaraq 250 manatı
qeyd edirik və həmçinin bankdan nağdlaşdırma apararkən 500 manatı gəlirik. Gəlirdən çıxılan vergilər hissəsində müvafiq sətirdə göstəririk. Bu isə vergi məcəlləsinin 220-12-ci maddəsinə əsasən nağd qaydada bank hesablarından çıxarılmış pul vəsaitlərinə görədir. 500 manatı yazdıq və bizim xalis gəlir 87.058 manat olmalıdır. Bunu isə biz hissə 3-də yoxlayırıq. Ümumiyyətlə, hesabatın təsdiq düyməsini basmamışdan öncə bütün məlumatların üzərindən bir də nəzərdən keçmək tövsiyə olunur. Çünki bəzən hansısa hissədə rəqəmin yanlış yazılması bizim üçün əlavə vergi hesablanmasına səbəb ola bilər. İndi isə keçək güzəştlərə. Tutaq ki, bizim həmin o 75% güzəşt var idi, 3 işçimiz və sosial üzrə borcumuz yoxdursa, azad olmalar hissəsinə keçib, gəlir üzrə azad olmalar yox, vergiyə cəlb olunan gəlirlər üzrə azad olmalarda 102.1.30 maddəsini seçirik və həmin güzəşti 65.293.50 rəqəmi bura qeyd edirik. Bəzən bu rəqəmi burada yazanda xana qırmızı rəngə boyanır. O zaman sadəcə Excel-ə görə qəpik fərqinə görə olur. O zaman burada sadəcə 1 qəpik azaltmaqla siz həmin güzəşti yenə də yaza bilərsiniz. Çünki bu artıq Excel-in hesablamada yuvarlaqlaşmasına əsaslanan xəta olur. Təzədən vergi hesablanması hissəsinə qayıdanda gördüyünüz kimi yazdığımız 65.000 əks olunub və bizim vergini burada 4352.90 hesablayıb. Amma bizim həm də 300 manat güzəştimiz var və 152 3-cü maddəyə əsasən, hansı ki burada 1247 3-cü sətirdə əks olunub, onu da burada qeyd edirik. Və bizim büdcəyə ödəməli olan vergimiz 4052 manat 90 qəpik təşkil edir. Növbəti hissə artıq bizim üçün əlavə bir hissəsi olur ki, önəmli hissədir. Burada ilk olaraq debitor borclar il ərzində 150.000 yaranıb və onun 120.000 hissəsini bizə ödəyiblər və il sonuna 30.000 hissəsi qalıb, əks etdirik. Ondan sonra pul vəsaitlərində 120.000 daxil olmuş və 115.942 manat pul xərcləmiş və ilin sonunda bizim 4058 manat pul vəsaitimiz qalıb. Ondan sonra biz gəlir hissəsinə keçirik və gəlir hissədə 83.005 manat 10 qəpik daxil olmuş və bunun 50.000 manatını biz istifadə eləmişik və öhdəliklər hissəsində vergi öhdəliklərində 4052.90 yaranmış və onun 3000 manatını ödəmişik. Və digər öhdəliklərdə isə 62.192 yaranmış və 62.192 manat da sosial haqlar və əmək haqqı ödənilmişdir. Yenidən dövrün sonuna cəmi kapital öhdəliklər 34.058 və cəmi aktivlər 34.058 olması, yəni bir-birinə bərabərliyini yoxlayırıq. Və ya qeyd etdiyim qəpik fərqi bəzən cəmi aktivlərlə cəmi kapital öhdəliklər arasında da baş verir. O zaman sadəcə bir qəpiyin düzəlişini eləməklə bu hissələri bərabərləşdiririk. Və sonda bizim bəyannamədə icmal hissəsi var ki, biz burada artıq büdcəyə ödəməli olduğumuz vergi məbləğini aydın şəkildə görürük. Və ondan sonra bəyannaməni təsdiq eləyərək vergi orqanına təqdim edirik. Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin 2025-ci il üzrə təqdim edilməsi barədə deyəcəklərim bu qədər. Əgər sizdə hansısa bəyannamənin tərtib edilməsi haqqında sual yaranarsa, rəylərdə yazmağınızı xahiş edirəm.